Polipləri əridən dəmir otu. Belə bir çaşka götürürsünüz. 200-300 ml olsun, biraz böyük. 1 çay qaşıq tökülür. Dəmir otunu da mən sizə göstəreyim. Baxın, dəmir otu bax budur. Herbofloranındır. Üst dilində də adı yazılıb. Cistotila. Görürsünüz. Qiyməti də çox ucuzlar üstündə var. Belə açıq şəkildə də məndə var. Fitoklublarda da var bu. Fitoklubundur bunlar. Demək, tökülür və qaynar su əlavə olunur. Belə. Ağzı da nəlbəki ilə bağlanılır. 15 dəqiqə, 20 dəqiqə qalıb dəm alır, sonra süzülür, içilir. Bu ac qarnına içilir. Bunu 15 gün, 20 gün için polipinizi, birinci polipinizi yoxlatdırın. Ölçüsünü baxın. Sonra bunu 15-20 gün için gedin yenə yoxlanın. Yəni, inşallah ki gedər. Getməsə bir partiyada 5-10 gün fasilə verib yenə içərsiniz. Faydaları çoxdur. Mədaltı vəzə çox gözəl fayda verir, şəkər tənzimləyir. Sonra ürək qan damar sisteminə, həzmi gözəlləşdirir, bağırsaqlara gözəl fayda verir. Dərdə olan problemlərə çox gözəl fayda verir. Ümumiyyətlə, bu bitki, yəni elə bir bitkidir ki, sayıb bitirmək olmaz faydalarını. Tərkibi də çox zəngindir, inanın Allaha. Hər ikisi bax belə bu vəziyyətdə fitoklublarda olur. Rusiyadan tapa bilərsiniz, çünki orada da var. Çox yerdə var. Çox yerdə var. Bax belə, Allah bütün xəstələrə şəfa versin ya. Dünənlər mən bu haqda danışmışam. Yəni, bugün də artıq dəmləməsini sizə göstərdim ki, tam aydın olsun. Yəni, polip elə bir şeydir ki, bir dənə məsələn üçün mədədə var, kəsib götürürlər. Bir neçə aydan sonra, bir neçə ildən sonra baxırlar ki, 3-ü 4-ü yarandı. Onu 3-ün 4-ünü kəsirsən, 6-sı 7-si çıxır. Bu uzun müddət gedir. Polip elə bir şeydir ki, başı buraxılanda, müalicə olunmayanda o onkoloji xəstəliyə qədər gətirib çıxardır. Ötdə olan poliplər, mədə-bağırsaq sistemində olan poliplər, qadınlarda yəni olan poliplər hamısına faydalıdır Allahın izni ilə. Dəmləyin, için. Ucuz vasitədir. Qiyməti də burada yazılıb. Özünüz görürsünüz. Bax, bu da hana. Yəni bir şey deyil bu. 10-15 gün bunu için. Sonra gedin yoxlanın. Ən azından bunu yoxlayın. Yəni bundan fayda görən insan 100% var. 100%. 100%. Danışmışam o adamla. Belə. Yorumlarda da gəlib sağalmağınızı inşallah yazarsınız ki, insanlar görsün. Onlar da istifadə etsin, şəfasını tapsın. Hər birinizdən xahiş edirəm, videonu bəyənin, paylaşın, insanların qarşısına çıxsın. Allah üçün. Dünyada heç kəs qalmayacaq. Hər birimiz ölüb gedəcəyik. Yalnız əməl aparacağıq, savab. Vəssalam. Ödün möhtəviyyatında durlaşdırır. Divar qalınlığı, ödün divar qalınlığı olur, bir də görsən. Bax, onlardan qaldırır. Mədaltı vəzi yeniləyir. Mədə-bağırsaq sisteminə mükəmməl fayda verir. Qanı təmizləyir. Yəni, tükənməz faydası var bu bitkinin. İnanın. Yəni, girin, oxuyun, özünüz görəcəksiniz.